Mərhəbə yə şəhr Ramadan. Ramadan bu kəlmə ərəb dilində və beynəlxalq ünsiyyətdə istifadə olunarkən Ramadan deyə tələffüz olunur. Lakin Azərbaycan dilində isə Qurani-Kərimdən gələn bəzi ərəb mənşəli sözlər zamanla fonetik uyğunlaşmalara məruz qaldığı üçün Ramadan kəlməsi dilimizə Ramazan olaraq keçmişdir. Ramadan ərəb sözüdür, mənası çox yanmaq deməkdir. Çox yanmaq dedikdə iki hal nəzərdə tutulur. Birincisi susuzluqdan yanmaq, ikincisi günahların yanması. Ramazan ayı yeganə aydır ki, Qurani-Kərimdə adı çəkilmişdir, cəmi bir dəfə Bəqərə surəsi 185-ci ayədə. Ramazan ayında edilən ibadətin adı isə siyamdır. Siyam sözünün hərfi mənası yeyib içməkdən imtina etmək deməkdir. Ramadan mübarək aleykum, siyamınız qəbul, iftarınız afiyət olsun. Mərhəbə yə şəhr Ramadan. Ramadan bu kəlmə ərəb dilində və beynəlxalq ünsiyyətdə istifadə olunarkən Ramadan deyə tələffüz olunur. Lakin Azərbaycan dilində isə Qurani-Kərimdən gələn bəzi ərəb mənşəli sözlər zamanla fonetik uyğunlaşmalara məruz qaldığı üçün Ramadan kəlməsi dilimizə Ramazan olaraq keçmişdir. Ramadan ərəb sözüdür, mənası çox yanmaq deməkdir. Çox yanmaq dedikdə iki hal nəzərdə tutulur. Birincisi susuzluqdan yanmaq, ikincisi günahların yanması. Ramazan ayı yeganə aydır ki, Qurani-Kərimdə adı çəkilmişdir, cəmi bir dəfə Bəqərə surəsi 185-ci ayədə. Ramazan ayında edilən ibadətin adı isə siyamdır. Siyam sözünün hərfi mənası yeyib içməkdən imtina etmək deməkdir. Ramadan mübarək aleykum, siyamınız qəbul, iftarınız afiyət olsun.